Pasiyentin gözündə gənə aşkarlandı. Rusiyanın Arxangelsk vilayətində həkimlər oftalmologiya praktikasında nadir rast gəlinən hadisə ilə üzləşib. Bağ sahəsinə səfərdən sonra gözündə kəskin ağrı və yad cisim hiss edən pasiyent təcili tibbi yardıma müraciət edib. Müayinə zamanı məlum olub ki, gənə gözün konjunktiva qişasına yapışıb. Həkimlərin sözlərinə görə konjunktiva olduqca nazik və həssas toxum olduğundan gənənin çıxarılması yüksək dəqiqlik tələb edib. Əməliyyat mikroskop altında xüsusi alətlərdən istifadə edilməklə və yerli keyitmə tətbiq olunaraq həyata keçirilib. Prosedur təxminən 10 dəqiqə çəkib və heç bir fəsad qeydə alınmayıb. Pasiyentin görmə qabiliyyəti qorunub, iltihab əlamətləri müşahidə edilməyib. Mütəxəssislər bildirib ki, gənə dişləmələri yalnız dəridə deyil, nadir hallarda göz nahiyəsində də baş verir. Belə hallarda gənəni öz başına çıxarmağa çalışmaq təhlükəlidir. Çünki bu, infeksiya və göz toxumalarının zədələnməsi riskini artırır. Həkimlər təbiətdə istirahətdən və ya bağ sahəsindən qayıtdıqdan sonra bədəni diqqətlə yoxlamağı, gözdə ağrı və ya narahatlıq hiss etdikdə isə dərhal tibb müəssisəsinə müraciət etməyi tövsiyə edir.